Qapı döyən kommunal işçilər olmayacaq. Sayğaclar isə serverlərə birbaşa məlumat ötürəcək. Kommunal xidmətlərlə bağlı vahid informasiya sistemi yaradılır. Sistem abonentlərə kommunal xidmətlərlə bağlı məlumatları vahid platformadan əldə etməyə və ödənişləri daha rahat həyata keçirməyə imkan verəcək. Bu sistem vasitəsilə istifadəçilər elektrik, qaz, su, istilik və digər kommunal xidmətlər üzrə borclarını, sərfiyyat göstəricilərini və tarifləri izləyə biləcəklər. İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İdarə Heyətinin sədri Elvin Abbasovun sözlərinə görə bu sistemlə məlumat mübadiləsi təmin ediləcək, abonentlərə dəqiq və operativ xidmət göstəriləcək. Xidmətlərin 50% və bildirişlər MyGov üzərindən təqdim ediləcək. Bütün kommunal sahənin vahid bir portal üzərindən, vahid bir kod üzərindən vətəndaşlara xidmət verməsi, bu qurumların həm daxili məlumatlarının sistemdə bir araya gələrək dürüstləşməsi, vətəndaşların öz məlumatlarının şəffafca görməsi və sahənin inkişafı üçün bu sistem çox böyük bir rol oynayacağını düşünürük. Vahid informasiya sistemi ilkin mərhələdə Bakı və böyük şəhərlərdə pilot layihə şəklində tətbiq olunacaq. İnfrastruktur və texnoloji imkanlar formalaşdıqdan sonra sistemin mərhələli şəkildə bütün regionlarda tətbiqi planlaşdırılır. Artıq qapı döyən bir kommunal sahə müfəttişi olmayacaq növbəti addımlarda, növbəti illərdə. Sayğac da rəqəmsallaşacaq, məlumatlar birbaşa aidiyyatlı qurumlarla serverlərinə gedəcək və o serverlərdən də mərkəzi sistemə məlumatlar emal olunacaq və mərkəzi sistemdə artıq bütün vətəndaşlar öz məlumatları ilə tanış olub münasibətlərini quracaqlar. İnsan faktorunun azalması çox önəmlidir. İnsan faktorunun azalması o deməkdir ki, aradakı neqativ hallar çəkiləcək. Hazırda bəzən eyni ünvanlarda kommunal xidmətlərdə fərqli ünvanlar göstərilir. Bu sistem belə problemi də kökündən həll edəcək. Bütün hallarda sistemin tətbiqi ilə vətəndaşlarla qurumların münasibətlərinin sağlamlaşacağı gözlənilir. Qeyd edək ki, layihənin icrasını İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi həyata keçirir. Bu il yeniliyin tətbiqi gözlənilir. İslam Əşrəfov, Yusif Kərimli, Ramil İbrahimov, Xəzər xəbər.